Əskər ölümlərində müxtəlif səvkli etirazlar gündəmdən düşmür. Çünki faktın özü gündəmdədir. Ötən il 97 nəfər hərbi xidmət zamanı vəfat edib. Bu ilin yanvar ayında 6 əskərimiz dünyasını dəyişib. Gəncəcik əskərlərin müəmmalı ölümü hər kəsi səfərbər edə biləcək ağırlı faktdır. Zaman-zaman hərbi xidmətdə dinc şəraitdə əskər ölümləri barədə məlumatlar yayıldıqca insanların yaddaşındakı qəzəb qəddarlaşır, etirazlar səngimir. Ən azı mediada, sosial şəbəkələrdə qızğın müzakirələr gedir. İmza toplama kampaniyaları, etiraz aksiyaları keçirilir. 20 günün, 45 günün, 3 ayın, 5 ayın əskəri orduda qəfil dünyasını dəyişirsə, günahkarı gündüz əli çıraqla axtarmağa dəyməz. Sorğuya çəkiləsi qurum həmin gənci xidmətə aparan hərbi xidmətə çağırış üzrə Dövlət Komitəsi və ondan üzü yuxarı Müdafiə Nazirliyidir. Onlar isə əskər ölümləri ilə bağlı birmənalı olaraq valideynləri razı salmayan və ürəklərində şübhə yaradan açıqlamalar verirlər. Elə isə bu analara, son zamanlar orduda vəfat edən Toğrul Rüstəmlinin, Pərviz İskəndərlinin, İsmail İbayevin, Ceyhun Qubatovun, Elşən Novruzovun və bir çox başqalarının analarına oğullarını kim qaytaracaq? Necə qaytaracaq? Mənim uşağımı günahsız yerə öldürüblər. Döyülüb, işgəncə ilə döyülüb, öldürülür. Sonra da Müdafiə Naziri tərəfindən rəy veriblər ki, saldat özünü qətilə yetirmişdi. Bunu bilmədən, hələ istintaqın cavabı yox, heç bir şey yox. Tələsik bunu nə bildilər ki, mənim uşağım özünü qətilə yetirib də, Müdafiə Naziri bunu məlumat verir cəmaata. Mən bu əhval-ruhiyyədə bax belə uşaq yekələndirmişəm, özünü güzgüdə bayrağa pükələnib şəklini çəkibdir. Onlar da mənə verdiyi oğul budur, bədəninin göyünə. Əvvəlcə mən onun asılmağına şübhə ilə yanaşırdım ki, bu uşaq asılmayıb, döyülüb, sonra asılıb. Əgər ekspertlərə rəy verirsə, mən ekspertin cavabına razıyam. Ancaq ona görə mən sizə demək istəyirəm ki, nə vadar edib mənim uşağımı ki, şirin canına qəsd edibdir bu uşaq. Mənim bir yetimim var idi. Varım sizə, mənim bu balamın qanını qoymayın. Nə olur, atasızdır o, bir də balamdır. Onu mənə köməyin ol, qadirini tapın. Orada soğuk suda, hamamda soğuk suda çimizdiriblər, saxlayıblar bayrağın altında. Deməli, 3 adamın yerinə fasilə vermiblər mənə. Ona görə də o dayanıb, yıxılıb da, neynəsin ki? Nə qədər dözər ki? Az qarına nə qədər dözməlidir ki? Mən bunu verməmişdim ki, zındırın içində gəlib, tozub qapına çıxıb gedər, heç olmasın deyərlər, əskər ki, paltarı da yoxdur. Formanı verilib, it uşağı. Deyərsən ki, bu əskərlikdə öldürüblər, qab özü ölür. Deyək ki, qad özü ölür. Bunun hanı heç olmasa forması ki, millət gəlib, yasıyırlar. Baxaydı, görəydi ki, bu əskərdir, yoxsa küçədəki bir kimsədir. Belə devlət olar. 4 ayın əskər. Ya qardaşımız sağın versinlər, ya qatilim versinlər. Nə sağ verirlər, nə qatilim verirlər. 18 yaşında əskərə yola sal, üstad tabutda getsinlər, araşdır. Cümədə böyüklərin də yanına gedirik, o qavur onun üstünə, o qavur onun üstünə. Baxan yoxdur. Heç kim balasını qoymasın əskər getirməyə. Mənim uşağımı öldürdü, Afser. Afser mənim uşağımı öldürdü. Əskərlərin gözü qalağını öldürdü. Qaldeydə öldürülməyib. Bununla da mənim uşağımı xəstə yazırlar. Deyirlər, uşağın xəstəliklə öldü. Ver mənim balamın cavabını. Nəydi mənim balamın günahı? Analar üsyan eləyin. Verməyin övladlarınızı. Erməni yox, bizimkiler öldürür övladlarımızı. Komandir öldürür, komandir. Verin evladımızı, qaytarın evladımızı. Qaytarın evladımızı. Düşman qarşısında deyil bu, düşman qarşısında deyildi bu. Bu düşman qarşısında kaş öləydi. Cənab Prezident cavab ver bizə. Azərbaycan televiziyaları ildə 4 yol gənclərin bayram ovqatı ilə əskərliyə yola salınması mərasimindən vətənpərvər süjetlər verir. O süjetlərdə övladlarını əcdahının ağzına atan atalar, analar canında qorxu, öl üzünə oğlum vətəni qorumağa gedir, mən bununla fəxr edirəm deyir. Sonda Qarabağ savaşı yaşayan Azərbaycan ordusunun əskəri yağı puskusuna düşüb düşmən gülləsinə tuş gələndə oğlunu gülə-gülə xidmətə yola salan valideynlər səslərində kədər yenə el üzünə fəxr edirəm ki, övladım vətən uğrunda şəhid oldu deyirlər. Nə desinlər? Gedəndə elə deməyin, oğul sağ-salamat qayıtmayanda belə deməyi, şəhid adına sığınmağı var. Amma dərd, övladını vətəni qorumağa yola salması ilə fəxr edib, heç nədən ölməsi ilə barışa bilməyənlərin dərdidir. Bu dərdi bölüşmədən çəkmək olmur. Bu dərdi ağlamadan ovutmaq olmur. Özünü aldatmadan yaşamaq olmur. Vətəni, onun sərhədlərini qoruyan Azərbaycan əskəridir. Bəs Azərbaycan əskərini kim qorumalıdır? Gözəl bir vətənpərvərlik mahnısı səslənir. Əskər, vətən əmanəti, yurd əmanəti. Vətən əskər əmanəti mahnısının da çağı çoxdan yetişib axır.
sözünü demek için hak yolundan dönmeyecek, azatlığa yetmek için hak yolundan dönmeyecek, azatlığa yetmek için. Asker vatan emaneti, yurt emaneti, asker ocak emaneti, od emaneti, asker